Bu hissə qırılıb. Əti də çiynəyir. Hissələri sıxdıq, hissələri yağladıq. Bu hissələri təmizlədik. Batan yerinə bərpa elədik. Yastığını qoyduq. Yastıq bu rezindən ibarətdir. Bu hissəni bərpa elədik. Digər hissəni yastığını qoyuruq. Demək, setka ilə bıçağı dəyişəcəyik. Təmizlədik, dəyişdik, hər bir şey problemini aradan götürdük. Belə orijinal bıçaq qoyacaq, ona görə ki, bu daşa verilib. Demək, bu da nəticə. Reversi də işləyir. Setka bıçaq dəyişdi, gücündə yox. Bu qədər çox sağ olun, izlədiyinizə görə.